Salam uşaqlar. Uşaqlar, deməli bu günləri addım məsələlərinin izahından keçirik. Addım məsələlərində birinci eyni hərəkət aid məsələlər, hündürlüyü qalxmaq və enmək və neçə günə həmin hündürlüyə çatmaq məsələlərini izah eləyək. Bunun üçün xüsusi qayda var. Yəni hündürlükdən ümumi çıxırsınız enməni, bölürsünüz qalxma və enmənin fərqinə. Və baxırıq ki, bu iş neçə dəfə təkrarlanıb. Baxaq, indi deyir ki, iblis hündürlüyü 40 metr olan dirək üzərində hər gün 6 metr qalxır, 2 metr enir. Hündürlüyü 40 metrdir. Hər gün deyir 6 metr qalxır. Qalxır 6 metr, enir də 2 metr. Dedik ki, bu cür məsələlərdə hündürlükdən çıxacağıq enməni, böləcəyik qalxma və enmənin fərqinə. 40-dan 2 çıxdıq 38. 38-i də 4-ə böldük. Elədi 9, qalıq 2. 9 nə deməkdir? Yəni 9 dəfə bu işi təkrarlayacaq, amma 2 metri qalacaq. Ona görə 9-un üzərinə də 1 gəlirik ki, bu işi 10 günə tamamlayacaq. Niyə üstə 1 gəldi? Bu 2 metr qalıb, düzdürmü? 2 metr olan hündürlüyü də 10-cu gün, yəni bir gündə əlavə çıxacaq ki, o 2 metri tamamlasın və normalda 10 günə bu işi yekunlaşdıracaq. İkinci məsələdə yenə 12 metr yuxarı qalxır, qalxır 12 metr, aşağı da enir 4 metr. Enir 4 metr. Düzdürmü? Və deyir ki, mənə 36 metr dirəyin dərinliyində hərəkətə başlayan ilan neçə günə quyudan çıxar? Hündürlüyü də bilirik ki, 36 metrdir. Yenə də qalxma, çıx, enmə, bölünsün, qalxma və enmənin fərqinə. Yəni 32-ni böldüm 8-i eləyəcək 4 günə. Bu deməli quyudan çıxacaq. Sonra üçüncü tiplilərdə qarışqa hündürlüyü 38 metr olan, yenə hündürlüyü 38 metrdir. Birinci gün 7 metr qalxıram. Birinci gün qalxıram 7 metr. İkinci gündə enirəm 4 metr aşağı. Yenə də, amma burada fərqli günlərdə. Birinci gün qalxır, sonra gedir, ikinci gündə enir. Bu bir dəfə işi 2 günə yerinə yetirir. O zaman yenə də elə bil həmin günləri nəzərə almırıq. Sadəcə hündürlükdən 38 metrdən çıxıram enmənin sayını, yəni 4 metri və 7 metrdən də çıxıram 4-ünü. Bu eləyir neçə? 34. 34-ü də 3-ə bölürəm 11, qalıq 1. Düzdürmü? Mən bu işi 11 dəfə təkrarladım. 11 dəfə təkrarladım, qalıq da 1 metr qaldı. Deməli, mən 11 dəfə təkrarlayacağım, amma üzərinə 1 gələcəm. Niyə 1 gəlirəm? 1 metr mənim hündürlüyüm qalıb ki, ağacın zirvəsinə çatam. Düzdürmü? Əgər bu zirvəyə çatmaq istəyirəmsə, o zaman 1 metri də axırıncı 12-ci gün çıxacam ki, mən işimi tamamlayım. Amma baxıram, mən əgər eyni gün ərzində qalxsam və ensəydim, mənim cavabım 12 olardı. Yox, mən eyni gün ərzində hərəkət eləməmişəm. Birinci günü qalxmışam, ikinci günü düşmüşəm. Yəni, normalda bir dəfə işi görəndə mən 2 gün işləyirəm. Amma mən 12 dəfə təkrarlamışam. O zaman 12-ni vuraram 2-yə. Sonra isə çıxaram 1-ini. Niyə 1-ini çıxdım? Mən bilirəm ki, 2 gün ərzində bir dəfə hərəkət eləyəndə 2 gün çəkir. Mən 12-ni 2-yə vurdum. Niyə görə? Çünki mən bu işi 12 dəfə təkrarlamışam. Hər dəfəsində də 2 gün vaxtım çəkibdim. Amma niyə 1 çıxdım? Çünki axırıncı səfər eləyəndə mən enməyi enməyəcəm. Ağacın zirvəsinə çatmışamsa, məqsədimə çatmışam. Ona görə enməni çıxıram. Yəni, eləyir normalda 23. Deməli, mən normalda 23 gün ərzində ağacın zirvəsinə çataram.
Sonra bir də deyir ki, hündürlüyü 23 metr olan ağac üzərində yenə hündürlüyü 23 metrdir. Kərtənkələ 4 dəqiqəyə yuxarı qalxır. Qalxıram 5 metr 4 dəqiqəyə. Düzdür. Amma enirəm 2 metr aşağı. 2 metr aşağı enirəm və dəqiqə 2 dəqiqədə. Dəqiqədə 2 dəqiqə. Mən birinci dəqiqəni nəzərə almıram. Birinci, görün bir dəfə. Görün bu işi neçə dəfə təkrarlayır. Yenə hündürlük çıxırsın, enmə, bölünsün, qalxma və enmənin fərqinə. 21-i böldüm 3-ə 2. Mən bu işi 7 dəfə təkrarladım. Mən 7 dəfə təkrarlamışam. Bir dəfə təkrarlanmama görüm neçə dəqiqə vaxtım gəlir. 4 dəqiqə qalxdım, 2 dəqiqə endim. Mən bir dəfə bu işi təkrarlayanda 6 dəqiqə vaxtım gedir. Amma mən bu işi 7 dəfə görmüşəm axı. Ona görə 7-ni vururam 6-ya, çıxıram 2-ni. Niyə 2-ni çıxdım? Mən bu işi 7 dəfə təkrarlamışam. Bir dəfə təkrarlayanda 6 dəqiqə vaxtımı aldı. Amma axırıncı səfər işi yerinə yetirəndə mən artıq zirvənin başına çatmışamsa, enməyə zaman sərf eləməyəcəm. Artıq zirvənin başına çatmışamsa, məqsədimə çatmışam. Ona görə 2 çıxdım ki, o enmə vaxtı lazım deyil bizə. Ona görə cavab 40 elədim. 6-cı məsələ. 7-ci məsələdə oradan buradan yazıram uşaqlar. Hər gün 8 metr yuxarı qalxır, gecə də səhər 8 metr qalxır, gecə də 4 metr enir və 10 günə bu işi yerinə yetirir. Aha, bax bu səfər hündürlüyü verməyibdir. O zaman hündürlüyü 1x götürək. Düsturum da buydu. Hündürlük çıx enmə, yəni 4. Qalxma çıx enmə. Artıq bu günü veribdi 10 günə. Deməli, bərabərdir 10-a. Onda x çıx 4. 8-dən 4 çıxanda 4 elədi. Bərabərdir 10-a. O zaman 4-ü tənasüblə bura vuraram. X çıx 4-ü də bunun məxrəcinə vuraram. Yəni, x çıx 4 bərabərdir 10 vur 4-ə. X də bərabərdir 44-ə. Məndən soruşur ki, ağacın hündürlüyü nə qədər imiş? Deməli, ağacın hündürlüyü 44 metr.